Cəbrayıl rayonuna gəlmişik və vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla Cəbrayıla xoş gəlmişsiniz lövhəni bərpa etdik. Sovet vaxtında bu abidə, əgər belə demək mümkündürsə, qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmış və bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək bu Cəbrayıl rayonunun girişində yerləşən bu xoş gəlmişsiniz lövhəni, abidəni biz yenidən bərpa etdik. Və bütün azad edilmiş torpaqları bərpa edəcək, bütün şəhərləri, kəndləri bərpa edəcək. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak etdilər. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, hərbi hissə açılışı hazırdır. Xidmət rəisi General Polkovnik Quliyev. Hoş geldiniz Cənab Prezident. Salam. Salam. Yaddaş daşı yazılmışdır gəlişiniz münasibətilə. Cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə məruzə edirəm ki, verdiyiniz göstərişlərin icrası üzrə işğaldan azad olunmuş ərazilərdə tikinti təmir işlərimiz davam edir. Göstərilən ərazidə köhnədən belə bir bina qalmışdır. Möhtərəm Cənab Prezident, tapşırıqlarınızın icrası ilə əlaqədar 5339 kvadrat metr ərazidə hərbi hissə salınmış. Hal-hazırki vəziyyət göründüyü kimidir. Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları daxil edilir. Müharibə vaxtında möhtərəm Cənab Prezident, Arokların tətbiqi ilə əlaqədar çəkilişlər aparılmışdır. Sağ hissədə isə hal-hazırda partaj və küçüyota yüksəlir. Görsəniz və burada 3 dəqiqə ərzində gördüyünüz kimi tor sistemi yadımdadır. Qarajın içində. Elədir ki, var Cənab Prezident. Və burada onların bir çox raket komplekslərini, S-300 sistemlərini, SCAD raket komplekslərini, onlar Horadiz kənd istiqamətində əks hücum həmləsi etmək niyyətində olduqda Haroklar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmək. Və bu çəkilişlərdə o tankların məhv edilməsi vardır. Və təqribən 10-12 tankı da düşmən qoyub qaçmışdır. Onların da özləri də bunu itiraf etmək. Elədir ki, var Cənab Prezident. Elədir ki, var. Bu S-300-ün vurulması idi. Arokların vurma qabiliyyəti 97% Cənab Prezident. Hər 100 hədəfə. Bu da dağın başıdır. Şükürafaz partası. Cənab Prezident, verdiyiniz tapşırıqlarınıza dünən, bəli Cənab Prezident, ən yüksək nöqtədə 2290 Azərbaycan sənətçiləri yerləşmişdir. Yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə eyni zamanda dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı icra etdi. Cənab Prezident, bu isə növbəti qayğınızın təzahürüdür. Bu maşınlar yeni alınmışdır. Sizin verdiyiniz göstərişlər üzrə və bizim çevirçi heyətimizə təqdim olunmuşdur.
Möhtərəm cənab prezident, sizin verdiyiniz xüsusi göstərişin icrası üzrə 44 günlük Vətən müharibəsinin ən iti sürətli hücumu məhz bu ərazidən başlanmışdır. Silahlı qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onu torpaqlarımızdan qovdu. Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı həm də xüsusi rəmzi məna daşıyır. İşğaldan azad olunan ərazilərdə bu cür hərbi hissələrin yaradılması eyni zamanda Azərbaycanın qüdrətini göstərir. Ancaq Razminka göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun və 59 yaşında bunları edə bilsin. İdmançılar bilirlər ki, burada biraz cheating eləmişəm, amma da 59 yaşında 40 kilolu cheating eləmişəm. Hərbi hissədə yaradılan şəraitlə tanışdıqdan sonra Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdü. Azad. Azad. Əziz sərhədçilər, bugün ölkəmizin həyatında əlamətdar bir gündür. Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Bu açılışda mən iştirak edirəm və bu bir daha Sərhəd Xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür. Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, 132 kilometr işğal altında olmuş sərhəd bərpa edilib. Və müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri qurulmağa başlamışdır. Və bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır. Azərbaycan-İran sərhədi dostluq sərhədidir və bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu sözün əsl mənasında dostluq, əməkdaşlıq sərhədidir. Və sərhəddən keçən hər iki ölkənin vətəndaşları bundan faydalanırlar. Eyni zamanda ildən ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir. Və bu yaxınlarda yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Xudafərin körpüsü müstəqillik günündə, keçən ilin oktyabrın 18-də düşməndən azad edilmişdir və bu ərazini düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamışlar. Məhz bu istiqamətdən azadlıq mübarizəmiz
başlamış və Vətən müharibəsi 44 gündən sonra ordumuzun, silahlı qüvvələrimizin qələbəsi ilə nəticələnmişdir. Bu ərazidə şiddətli döyüşlər gedir. Hər bir kənd uğrunda şiddətli döyüşlər gedir. Biz şəhidlər verirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Və buna baxmayaraq, itkilərə baxmayaraq biz irəli gedir. Hər gün irəli gedir. 44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün zəfər günüydü. 44 gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq bir dənə də uğurlu əməliyyat keçirə bilməmişdir. Bax, bu istiqamətdə onlar əks-hücum əməliyyatı planlaşdırmışlar və bunu həyata keçirməyə başlamışlar. Amma onların sonunun başlanğıcı olmuşdur. Çünki həmən o əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə darmadağın edilmişdir. Düşmən böyük sayda itki vermişdir və düşmənin onlarla texnikası məhv edilmişdir. Məhz bu istiqamətdən, Füzuli-Cəbrayıl istiqamətindən biz keçərək bir çox müdafiə xətlərini keçərək azadlığa yol açmışıq. Bugün Müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda sərhədçilərimiz hal-hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədində qoruyur. Bu sərhəddə bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib və bu sərhədin uzunluğu 500 kilometrə yaxındır. Və 30 ilə yaxın müddət ərzində bu sərhəd işğalçı qüvvələrin əlindəyik. Biz Vətən müharibəsində qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik. Zəngilan və Qubadlı rayonlarını və Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu artıq düşmən məcbur olmuş kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Və hal-hazırda o ərazilərdə lazımi işlər aparılır. Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək bizə qarşı ərazi iddiasını irəli sürürlər. Onlara bax, buradan xəbərdarlıq etmək istəyirəm, bu çirkin əməllərdən əl çəksinlər. Yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Və bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təhribat son belə bir cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təhribata cavab vermədik. Amma bu sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar bir cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir və Azərbaycan öz sərhədlərini tam bərpa edib, ərazi bütövlüyünü tam bərpa edib, bizim silahlı qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində zəfər çaldılar. Və sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm və təsadüfi deyil ki, bir çox hərbiçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişdir. Mən sizi bir daha bu hərbi hissənin açılışı münasibəti ilə təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun cənab prezident. Sağ olun. Zəngilan rayonunun Ağalı kəndindəyik. Burada zəfər meydanı salınacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görüləcək işlərlə elə yerindəcə tanış olurlar. Prezident, siz fevral ayında təqdim ediləndən sonra artıq intensiv işlərə başlanılır, mobilizasiya edilir, ilkin söküntü işləri aparılır. Bu hal-hazırki yerdə 30 Burada nə olur? Evlər olur. Burada 30 yaxın burada. Kənd arası yollar artıq çəkilməkdədir. Kəndin içində də işlər aparılır. Hal-hazırda 110-a yaxın işçi işləyir. Və işlərin pik getdiyi vaxtda haradasa 600'e yakın, 700'e yakın işçi İşləyəcəklər. Kəndin bir hissəsi yolun o tərəfindəydi də. Bir hissəsi bəli, o üst hissədə olur. Amma Əsas bura olur. Əsas bura olur. Bura birinci ağabey. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, birinci ağıllı kənd pilot layihəsi Zəngilanın birinci, ikinci, üçüncü ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji sahələridir. Cənab Prezident, bu evlər burada sökülür, amma daşların tullanmırıq. Daşları yığılır. Həmən də o daşlar. Kənd meydanında o ictimai binaların o fasadlarında istifadə olunur. Yəni bütün daşları biz hamısını yığırıq. Bu deməli Huawei hissə təqdim olunacaq. Ağıllı dirəklərdir kənddə. 4 dənə belə böyüyü, qalan da bir 50-yə yaxında kiçikləri qurulacaq. Həm internetdir, həm işıqdır, həm o sensordur, həm hava göstəriciləridir, həm lövhədə nə göstərir? Bu lövhədə havadır, işıqdır, vaxtdır, zamandır, bütün o faydalı məlumatlardır və emergency nöqtəsi də var, təcili, yəni əgər bir şey olsa bu təqdim olunacaqdır. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai yaşayış binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Salam aleyküm. Merhaba Sayın. Aleyküm selam Sayın Cumhurbaşkanı. Onur Bey buyurun. Buyurun söyleyin nedir bu vurgu? İki devlet, tek millet, Türkiye'den canlı Azerbaycan'a selamlar Sayın Cumhurbaşkanı. Tamam. Öncelikle. Hakiki sahibine yeniden kavuşmuş, bu topraklarına canını vermiş bütün şehitler anına size teşekkürlerimi sunuyorum. Sağ olun. Cumhurbaşkanı. Sağ olun. Kurulacak bu akıllı köyde yaptığımız çok yönlü analizler neticesinde Arşimet Burgu Sikrim sisteminin dünyanın en doğa dostu, yenilenebilir enerji ve en buraya yakışır durumu olduğunu tespit ettik Sayın Cumhurbaşkanı. Bunun üzerine karbon salınım sertifikasına sahip akıllı köyün iç ihtiyacını, elektrik ihtiyacını, tüm elektrik ihtiyacını karşılayacak, fazlasını da dışarıya satabilecek konumda bir sistem. Arşimet Sikrim. Bunun yanında sistemden çıkan sıcak suyla da bütün köylerdeki ortak alanları, oradaki otelimize sıcak su aktaracağız Sayın Cumhurbaşkanım. Isınmasını sağlayacağız aynı zamanda. Kurulumu çok hızlı, yüksek verimle çalışıyor. Hiçbir gürültü kirliliği, atık oluşturmuyor. Aksine suyu oksijenlendirerek balıklar ve yeşillenmesini arttırıyor burada Sayın Cumhurbaşkanım. Bu da güneş enerjisi ve diğer alternatif enerjilerine göre daha çok çalıştığı için, 7/24 çalıştığı için daha fazla enerjiyi daha az bir güçle elde edebiliyoruz Sayın Cumhurbaşkanım. Bununla ilgili proje sadece enerji üretmek amaçlı değil, rekreasyonun da altyapısını oluşturuyor. Göleti, bizim nehirin düzenlenmesini ve buradan çıkan bütün suyun buraya enerji ve ısı vermesi noktasında birçok faydası olduğunu size arz etmek istiyorum Sayın Cumhurbaşkanı. Köy yaşantısına zarar vermeyecek bu projeyle bütün ihtiyaçlarını kendi içinde üretip karşılayabilen bir akıllı köy planlıyoruz. Sizin de desteklerinizle elbet.
teşekkürlerimizi arz eder, saygılarımla efendim. Təşəkkür edirəm. Mən çox şadam ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bütün bizim bərpa işlərində fəal iştirak edəcək. Artıq bildiyiniz kimi bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Və şadam ki, bu sahədə də yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini biz burada görürük. Əslində bu azad edilmiş torpaqlarda inşa edilən birinci qəsəbədir, birinci kənddir və əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki böyük qayıdış bugün başlayır və əmin olduğumu bildirmək istəyirəm ki, gələcək layihələrdə də siz iştirak edəcəksiniz. Bir daha sağ İnşallah olun, efendim. sizə uğurlar arzuluyorum. Teşekkür ederim Sayın Cumhurbaşkanım. Hello, dear Mr. President. Salam hörmətli cənab prezident Əliyev. Mənim adım Daviddir. Mən Huawei Azərbaycan şirkətinin baş meneceriyəm. Bizim ağıllı kənd rəqəmsal texnologiyamızı sizə təqdim etmək mənim üçün böyük şərəfdir. Biz bu texnologiyadan Qarabağda yenidən qurulacaq ərazilərdə istifadə edəcəyik. Bundan öncə isə mən böyük zəfər münasibəti ilə cənab prezident sizə təbriklərimi və dərin ehtiramımı çatdırmaq istəyirəm. Dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti olaraq biz bütün ən son qabaqcıl texnologiyalarımızı Qarabağda təqdim etməyə və gələcəkdə ağıllı kəndlərin inkişafında iştirak etməyə hazırıq. Aparıcı ağıllı şəhər və ağıllı kənd texnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var və qlobal olaraq bizim 100-dən çox layihəmiz mövcuddur. Qarabağda ağıllı kənd üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə Gigabit AirPond texnologiyasını istifadə edəcəyik. AirPond cihazı hazırda cənab prezidentin qarşısındadır. Bu texnologiya fiberoptik xətlərin çəkilişinin 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik. Biz ağıllı kənd layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq ağıllı tədris, ağıllı səhiyyə və ağıllı kənd təsərrüfatı sistemlərini həyata keçirəcəyik. Bu tərəfimdən hazırlanmış qısa hesabat idi. Çox sağ olun cənab prezident. Thank you. Təşəkkür edirəm. Mən sizə uğurlar arzulayıram. Bu Qarabağ regionunda ölkənin birinci layihəsidir. And I'm glad that Huawei Bəli, təşəkkür edirəm. which is a good partner of Mən şadam ki, Azərbaycanın yaxşı tərəfdaşı olan Huawei şirkəti bu layihədə iştirak edir. Xatırlayıram ki, Çinə səfərlərimin birində mən sizin Pekindəki mənzil qərargahınızı ziyarət etmişdim və orada mənə sizin fəaliyyətinizlə bağlı təqdimat verilmişdi. Həmçinin Bakı ofisi ilə birbaşa əlaqə də yaradılmışdı. Bilirəm ki, Bakı ofisi çox uğurlu fəaliyyət göstərir və işğaldan azad olunmuş ərazilərdə çoxlu işlər olacaq. Çünki bu yalnız bir kənddir. Bizim erməni təcavüzkarları tərəfindən dağıdılmış yüzlərlə kənd və şəhərlərimiz var. Bizə indi onları bərpa etmək lazımdır. Biz onları müasir standartlar, yaşayış standartları əsasında bərpa etməliyik. Beləliklə, mən sizə uğurlar arzulayıram və ümid edirəm ki, sizin işğaldan azad olunmuş ərazilərin digər hissəsində işləmək üçün başqa fürsətiniz olacaq. Təşəkkür edirəm, cənab prezident. Bu qurğu vasitəsilə yəni bu kabelsiz internet paylayacaq 100 megabitə qədər. Bir də telefon antenası kimi quraşdırılır kəndə. Ondan sonra kənd internetlə təmin edilir. Good morning. Sabahınız xeyir. Mr. President. Salam, cənab prezident. Salam. Sabahınız xeyir. Hello, how are you, Mr. President? Good morning. Cənab prezident, necəsiniz? Sabahınız xeyir. Çox yaxşıyam, təşəkkür edirəm. Sizin layihəniz necə irəliləyir? Bu gün biz ona start veririk. Odur ki, tikintini başa çatdırandan sonra bizim yaxşı nəticələrimiz olmalıdır. Layihənin işlək vəziyyətə gətirilməsi üçün vaxt cədvəli necədir?
For the dairy farm that I'm, Süd ferması layihəsi üçün onlar layihənin noyabr ayında istismara verilməsini istəyirdilər. Lakin ehtimal edirəm ki, fermanın daxilində yaşayış yerləri ilə birlikdə noyabr ayında bu kifayət qədər tezdir. Lakin bunu bizə nə qədər tez lazımdırsa edə bilərik. Bizim yenidən qurma işlərini aparmaq üçün bacarıqlarımız və tərəfdaşlarımız var. So it could be, of course, Çox yaxşı. Deməli, əlbəttə ki, bu noyabr və ya dekabr ola bilər. plan to Bilirəm ki, planlamaq, təşkil etmək və icra etmək asan deyil. village Çünki biz bütün infrastrukturu, more than 200 200-dən çox evi olan kəndi, qəsəbəni salmalıyıq. Çünki bura yaşamağa gələn insanların iş yerlərinə və istehsalata ehtiyacı olacaq. Mən burada şəkillərə baxıram, onlar çox yaxşı görünür. Məşhur mozzarella pendiri. Bəli, təşəkkür edirəm. Bizim evlər və fermalar üçün birgə modelimiz də var. Beləliklə, siz insanları kənddə evlərlə təmin etməzdən əvvəl onların fermada işləməsi üçün onları tez bir şəkildə yerləşdirə bilərsiniz. Çox yaxşı, təşəkkür edirəm. Doktor Giuseppe. So can I present to you, please? Sizə təqdimatımızı göstərə bilərikmi? First of all, Bəli. I'm feeling pretty honored to- İlk növbədə sizin qarşınızda dayanmaqdan, sizinlə görüşməkdən böyük qürur hissi keçirirəm. I want to Bu imkana görə təşəkkür edirəm. of the- Mən sizi Qarabağda ərazilərin işğaldan azad edilməsi münasibətilə təbrik etmək istəyirəm. And, we're really glad to- Biz sizin tərəfdaşınız olmaqdan həqiqətən də şadıq. in the new- İsrail Zəngilanda əvvəlcə 300-400 baş malqarası olan camış ferması inşa edəcək. Sonra biz onu 1000 baş malqaraya çatdırmaq istəyirik. We want to progress it to 1000 Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Smart farms. We have sensors. Bizdə bütün fermanı, məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi malqaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu açar təslimi layihəsi kimi həyata keçiririk. Bura texniki iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və malqaranın idxalı daxildir. Qeyd etdiyim kimi heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu o deməkdir ki, sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik. Bu imkana görə çox sağ olun. Biz sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Thank you. I know Təşəkkür that, edirəm. Mən bilirəm ki, İsraildə inəklər ən yüksək keyfiyyətli məhsul verir və orada inək başına ən yüksək həcmdə süd alınır. liter of milk. İsraildə elə fermalar var ki, orada hər inəkdən 40-45 litr süd alınır. Bilirəm. Biz camışlarla da əlimizdən gələni etməyə çalışacağıq. Bəs hər camışdan orta hesabla nə qədər süd alınır? Camışlarda bu orta hesabla sağmal inəyin verdiyi məhsulun 1/3 qədərdir. Bu bir camış başına gündə 8-12 litr arasındadır. I see. Aydındır. Yeah. And Və camışlar İsraildən ixal olunacaq, İtaliyadan. Salam cənab prezident. İlk növbədə sizi ərazilərinizin işğaldan azad edilməsi və suverenliyinizin bərpası ilə əlaqədar tarixi nailiyyətiniz münasibətilə təbrik edirəm. Bu mühüm strateji bölgədə sabitlik və firavanlıq dövrü olacaq. Burada olmaq, sizə İtaliya məhsulları və xidmətləri barədə məlumat vermək mənim üçün həqiqətən də şərəfdir. Mənim adım Giuseppe Crisoliadır və mən camış sağmalçılığı ilə bağlı layihə meneceriyəm. Bizim biznes ideyamız strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılığı fermasının və ya yüksək keyfiyyətli mozzarella, burrata və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətirdik. Çünki cənab prezident, bildiyiniz kimi camış mozzarellası bütün dünyada istehsal olunur. İstənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin mozzarella di buffalo pendiri həmişə İtalyan məhsulu olaraq qalır. Südçülük sayəsində uğurun ən mühüm faktoru ondan ibarətdir ki, söhbət yalnız bizdə olan texnologiyadan, avadanlıqdan getmir. Həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz mozzarella hazırlaya bilər.
Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu təşkil edəcəyik ki, bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanları yetişdirək. Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl mozzarella di buffalo pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz. Yalnız birinci səviyyəli istehsal ola bilər və biz Azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm cənab prezident, yaradılmış imkana görə çox sağ olun. Çox sağ olun. Bu işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Və şadam ki, bugün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur. Və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var. Hamısı dost ölkələrdir. Bu həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu sadəcə olaraq ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz ki, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik. Və ümid edirəm ki, siz bu məhsulları nümayiş etdirəcəksiniz və onların dadına baxacaqsınız. Cənab prezident, qarşımıza çətin vəzifə qoydunuz. Biz hazırıq. Çox sağ olun. Çox sağ olun. Hələlik cənab prezident, gününüz uğurlu olsun. Təşəkkür edirəm. Salam aleyküm. Salam. Gəlin yaxına. Gəlin. Gəlin yaxınlaşın. Salam aleyküm. Ağalı kəndinə xoş gəldiniz. Çox sağ olun, çox sağ olun. Ağalı Bax, bu kəndində. bizim kəndimizdir. Bəli. Mən özüm Ağalı kəndində bu kənddə anadan olmuşam. Bu kənddə böyümüşəm. Burada boya başa çatmışam. Mənim atam, anam, həyat yoldaşım, əmilərim, dayılarım hamısı bax o qəbirstanlıqda yatıblar. Orada görünür onların ağac ağac görünür. O görkən ağac mənim yoldaşımın qəbrinin üstündə olandı. İş üstündə həlak olubdu. Eviniz harda olub, hansı tərəfdə? Evimiz aşağıdadır. Böyük Böyük Ağalı. Siz maşından keçəndəki göstərirsiniz ki, bu ev kimindir, yəqin ki, tanıyacaq. O mənim bacımın evidir. O birinci Çox dəfə sağ olun. gələndə. Çox razıyam, çox şadam ki, sizinlə də görüşürəm, sizin xanımınızla da, qızını, hamımızı bağrıma basıram. Sizi təbrik Öpürəm. edirəm. Ağalıya Sağ olun. qayıtmışsınız. Sağ olun. Mən də sizə can sağlığı, uzun ömür arzulayıram ki, bax bizi belə gətirdiniz, öz yerimizə çıxartdınız. Torpağımızı gördük, torpağımızı almışsınız. Siz şəhidlərimizin qanı ilə bərabər bu torpağı almışsınız. Qazilərimiz var, qazilərimizə Allah can sağlığı, şəhidlərimizə rəhmət diləyirəm. Onların analarının qarşısında baş əyirəm. Sizin qarşınızda baş əyirəm ki, siz onları ali başkomandan kimi onları başınıza toplayıb heç bir dünyada görünməyən 44 günlük müharibədə qalib gəlmişsiniz. O müharibənin birinci Qarabağ müharibəsində mənim daimin oğlu Həmzə Kürəkənim üzr istəyirəm. 5 il 8 ay müharibədə iştirak edirdi. Könüllü olaraq 44 günlük müharibədə nəvəm qazidir. Allah canınızı sağ eləsin, ömrünüzü uzun eləsin. Ağalı cəmaatı bu dəqiqə startda durublar ki, hamımız bir nəfər kimi gəliblər, müsahibələri götürüblər. Hamımız bir nəfər kimi uşaqdan böyüyə, öz dilimlə desəm, torbaları çiyinlərindədir ki, gedək Ağalıya. Ağalıda quraq, yaradaq. Özü də Ağalı cəmaatı zəhmətkeş, zəhməti sevən, çox üzr istəyirəm. Bax, şəhərdə 28 ildir yaşayıram. Bakıda yaşamısınız. Yaşamağımıza baxın, göstərin. Biləcərdə yaşayıram bu dəqiqə. Biləcərdə. Bəli. Yataqxanada? Xeyr, xeyr. Öz evimizdə yaşayırıq. Hazırlıqda ki, gəlik öz torpağımıza. Allah sizə can sağlığı versin. İnşallah. Bütün köçkünlər... Amma bir dənə arzum var. Bəli, buyurun. Xahiş edirəm, prezident.
o günlər olsun, bu layihəyə başa çatdırılsın. Bu millətimiz, ağalı cəmaatı gəlsin bu kəndə yığışsın. Çünki zəhmətkeş, zəhməti sevən adamdır. Bərpa eləyəcəklər. Sizdən bir xahiş edirəm. İkinci dəfə bu kəndə gələndə mənim evimə gəlib mənim bir stəkan çayımı içəsiniz. Yaxşı. Söz verirəm sizə. Mütləq. İnşallah. Mütləq gələcəm. Açılışa da gələcəm və inşallah yaxın zamanlarda kənd yenidən qurulacaq və bilirsiniz ki, birinci bərpa olunacaq kənd Bəli. Ağalı kəndidir. Çünki bu kənd varlı kənd olubdu kolxozla. Belə mən bir dənə də bayatım var. Deyir, mən aşıqam, kəndə gəl. Mən gəlmişəm, sən də gəl. Ermənilər dağıtdığı kəndi baxıb, təzə tikilən texnikalı kəndə bax. Öyle bu kənd bir nümunəvi kənd olacaq. çox Çünki sağ olun, çox burada sağ olun. tətbiq Çox şadam olunacaq. ki, sizinlə belə görüm, canım mənim. Bağrıma basıram, hamınızı öpürəm. Mən də sizi Sağ ol. öpürəm sizi. Siz nə vaxt çıxmısınız Ağalıdan? 93-cü 90. ildə, bəli, 93-cü ildə də çıxmışam və həmişə siz yumruğunuzu göyə qaldıranda sizinlə bərabər mən də qaldırmışam. Yenə də qaldırıram və deyirəm. Qarabağ bizimdir, Ağalı bizimdir, Zəngilan bizimdir. Bəli. Sizin arxanızda dayanmağa yenə də gənclərimiz var. Yaşasın Qarabağ, yaşasın Azərbaycan. Sağ olun. Ağalı kəndi 28 oktyabrda işğalçılardan azad edildi. Burada bilirsiniz ki, şiddətli döyüşlər gedirdi. Zəngilan uğrunda, bütün kəndlər uğrunda və qan tökərək bu torpaqları biz qaytardıq. Özü də burada iştirak edir. Düşmənləri qovduq və mən birinci dəfə bura gələndə bütün o dağıntıları görəndə və maşınla keçəndə də dedim ki, görəsən bu ev kimindir? Bəli. Çünki o evin bir hissəsi qalmışdı. Bəlini də Orada qalır, gördüm. qanunsuz məskunlaşmışdı. Dedim ki, yəqin ki, Ağalı cəmaatı tanıyar Bəli, kimin siz evi. dedin, mən Bu qulaq sizin. asmayım. Bəli. İndi Bəli, isə maşınla yeni gedirəm. layihə ilə yəqin ki, tanış olmusunuz. Bəli. Burada 200-dən çox ev tikiləcək, məktəb, uşaq bağçası, poliklinika, ondan sonra iş yerləri yaradılacaq. Bax, bugün mənə verilən təqdimat göstərir ki, böyük firma, camış firması yaradılacaq, İnşallah. pendir istehsalı olacaq, Allah əkin sahələri burada nəzərdə tutulub, su elektrik stansiyası, elektrik, yəni bütün şərait yaşamaq üçün nə lazımdırsa burada olacaq və burada tətbiq olunacaq texnologiyaların bir çoxu hələ ki Azərbaycanda yoxdur. Çünki bu birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Çünki evlər tikilməlidir, kommunikasiyalar çəkilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin olunmalıdır. Mən gəncləri də görürəm. Onlar yəqin ki, müharibədən sonra dünyaya gəliblər ya da ki, müharibə 1 yaşında, məsələn, 1 7 yaşında. aylığında Neçə yaşın var idi? Möhtərəm cənab prezident, mən sizi öz kəndimizdə görməyə çox məmnunam. Mən Zəngilanda doğulan ən son körpələrdənəm. Buranı məcburi köçkün kimi tərk edəndə mən 7 aylıq olmuşam. Bu gün 28 ildən sonra ilk dəfə biz öz dədə-baba torpağımıza qədəm basırıq və sevindirici hal ondan ibarət ki, sizinlə bir yerdə ayaq basırıq. Yəni bu bizim üçün xüsusi bir sevincdir cənab prezident. Cənab prezident, biz sizin siyasəti hər zaman dəstəkləmişik. Biz sizin çıxışları hər zaman izləmişik. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradda sizin çıxışınızda bir ifadə bizim diqqətimizi çəkdi. Siz dediniz ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə Şuşada dalğalanan Azərbaycan bayrağı nümayiş üçün azadlıq meydanına gətiriləcək. Bəli, biz 2020-ci ildə o möhtəşəm qələbənin paradında buna şahidlik elədik cənab prezident. Cənab prezident, ümumiyyətlə biz Zəngilan gəncləri daim öz dövlətinə, millətinə, ali baş komandanına sadiq gənclərdir. Ümumiyyətlə Zəngilan özü mühüm coğrafi strateji əhəmiyyətə malik bir rayondur. Zəngilan bizim Naxçıvana keçid qapımızdır. Zəngilan bizim tarixi torpaqlarımız olan Zəngəzura giriş qapısıdır. Zəngilan bizim burada bir çox yolların qovşağında yerləşir. Ümumiyyətlə Zəngilanda kənd təsərrüfatının inkişafı üçün çox böyük potensial var. Zəngilanda münbit torpaq var, bol su var, təmiz hava var.
Zəngilanda yəni əkib becərmək üçün hər cür şərait var. Zəngilanı görmüyor, bak gördüğünüz Zəngilanı sevir. Bak necə təsvir edir. Bak budur. Vətən sevgisi budur. Zəngilan bizim uşaqlıq Yeri nağıllarımız. gəlmişsə cənab prezident dedi ki, Təsərrüfatı Nazirliyinin əməkdaşları bizlərin hər birinin evində oldu ayrı-ayrılıqda. Fərdi sorğular keçirildi bizlə. Yəni orada əhalinin yaş qrupu müəyyənləşdirildi, əhalinin əmək fəaliyyətinin istiqaməti müəyyən olundu və mən sizi əmin edirəm ki, o sorğuda iştirak edən hər bir Zəngilan sakini o sorğuda Zəngilana qayıdacağını qeyd edib. Yəni mən əminəm sizə bundan əmin edirəm. Çünki bura bizim dədə-baba yurdumuzdur. Mənim babam uzun illər burada kolxoz sədri işləyib, cənab prezident. Atam daş ustası olub, öz əlinin zəhməti ilə bu Ağalı kəndində 30-a yaxın ev inşa edib. Təəssüflər olsun ki, erməni vəhşiliyi nəticəsində o evlərdən heç bir əsər əlaməti yoxdur. Ancaq biz kədərlənmirik, əksinə sevinirik ki, bugün Ağıllı kənd layihəsinə start verilib və 2 qat sevinirik ki, bu layihə məhz bizim kəndimizdən başlayır. Bunun üçün sizə 2 qat təşəkkür edirəm, cənab prezident. Oktyabr ayında istəyirəm, cənab prezident, hüzündən toplaşırdıq bir yerə Zəngilanın işğal gününü qeyd eləyirdik. Amma bu ildən etibarən biz oktyabr ayında qələbə gününü, bayram günü qeyd edəcəyik və əminəm ki, siz də bizimlə bir yerdə Ağalı kəndində bayram şənliklərində iştirak edirsiniz. Var olun, cənab prezident. Mütləq. Bundan sonra oktyabr ayı Zəngilanlılar üçün ancaq bayram ayı olacaq. Çünki həm Ağalı kəndi, həm Zəngilan şəhəri oktyabr ayında azad edilib və bax, bu gəncin sözlərinə qulaq asaraq bir də görürük ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi və öz doğma torpağına bağlılığı. Çünki ermənilərin əsas ümid, necə deyirlər, verici onların aləmində amil oydu ki, bizim cəmaat bu yerləri unudacaq. Yaşlı cəmaat unudacaq, ondan sonra vaxt keçəcək, yaşlı cəmaat təbii olaraq həyatdan gedəcək. Gənclər isə onlar da başqa şəraitdə böyüyüb başa çatan insanlar heç vaxt bura qayıtmaq istəməyəcəklər. Bax, o onların böyük səhvi idi. Çünki elə bir gənc nəsil yetişdi. Həm biz tərbiyə elədik, həm onların qəlbində olan vətən sevgisi ki, hər bir gənc, hətta buranı görməyən, indi sən görməmişsən buranı, sən də görməmişsən. Bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük və Ağalı kəndi bir il keçmədən yenidən qurulacaq. Orada yəqin ki, siz maketlərdə görmüşsünüz, layihə ilə tanış olmuşsunuz. Dünyanın bəlkə də ən mütərəqqi kəndlərinin birinə çevriləcək. Sizə minnətdarıq, cənab prezident. Siz də burada yaşamısınız. Buna görə sizə minnətdarıq. Sumqayıtda. Mənim də mən Bakıda anadan olub. Ancaq hərbi xidmətini qutarandan sonra özü gəlmişdi bura Füzulinin kəndində. Oradan zəng eləmişdi ki, məndən narahat olmayayım. Anada qala Şuşada imiş. Yəni deyirəm özü o uşaq orada anadan olmasa da buranın havası, buranın torpağı, danışdığımız nağıllar o uşağı çəkib gətirdi bura. Şükür Allah, sağ-salamat gəlib. Zəngilan çox səfalı yerdir. Allah təala qazilərimizə də gözəl yerdir. Dağları, şəfa versin. çayları, Mervan xanım, sizin meşələri. sayenizdə Bizim kəndə də dəyər verdiyinizə görə bizim cənab prezident qazilərimizə sizə o çox hörməti qoyub, minnətdarıq. xaricləri onlara Allah ki, sizdən belə razı olsun. köməklik göstərsiniz. Allah sizin canınızı sağ eləsin. O körpə uşaq ki var, ona ki sizə elə bir ana kimi qayğı göstər. Sizə minnətdaram. Çox sağ olun. Çox sağ olun. Yəni Həqiqətən bu ürəkdən gələn Sağ olun. sözlərdir. Hamı. Allah sizin canınızı sağ eləsin. Amin. Sağ olun. Həmişə sizin arxanızda Sağ durmuşam. olun. Gəlin indi birlikdə Bəli. təməl daşını qoyaq. Arxı gündür. Bəli. Böyük qayıdış bugün başlayır. İnşallah. Buyurun. Zəngilan rayonunun Ağalı kəndində Ağalı kənd layihəsinin təməl daşı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır. Həmən bu yazı dadır. Və indi biz Hamı zəhmət olsun. Bəli. tarixdir. Allah yerdə Verirlər həmişə. Allah rəhmət gəlsin. Xeyirli uğurlu olsun. Sağ olun.
Burada da abidə ucaldılacaq. Cənab Prezident, gəlməyən insanlar da bizə tapşırdılar ki, sizə təşəkkür edək. Çox sağ olun ki, bizim kəndə bu cür dəyər verdiniz. Allah sizdən razı olsun. Məndən də salam söyləyim. Kənd hazır olanda bir də gələcək. İnşallah. Mütləq bizə gələrsiniz. Ha, sən, bəli, sən yatsan tutdun. Yəni, çək tamam. Yaşattınız. 70 yaşım var, öyle bir ki 15 yaşta üstüne koydunuz. O kadar zamanlaştı. Ben güzel kızım. Göyərçinlər indi şaka. Çox sağ olun. Sağ olun. Olar, əlbəttə. Harda sən uşaq kimi çəkirsən? Məktəb. Olar, əlbəttə. Çok sağ olun. Tamam. Allah sizi var olsun. Var olun. Çox sağ olun. Olar. Sizdən təşəkkür edirəm. Allah sizdən təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Uğurlar. Belə səmimi prezidentimiz, qarımız doğulmamız. Ən xoşbəxt günlərdən biridir. Ən möhtəşəm prezident. Mən bu kənddə doğulmuşam, burada olmamışdım cənab prezident. İndi inşallah gələn ilin əvvəlində inşallah bir də görüşəcəyik. İnşallah. Bütün havalı cəmaatı inşallah. Sizin bir ehtimalınızı doğrulacaq. Biz sənimi öz dövlətimizin, öz ölkəmizin bir rəhbəri, həm və Azərbaycanlı kimi mənə söz vermişsiniz. Xahiş edirəm, Allah qoysa bir stəkanın çayımı içəsiniz bu kənddən. İnşallah. Allah sizə də maddi versin. Allah razı olsun. Bu ərazidə isə Zəngilan Beynəlxalq Hava Limanı inşa olunacaq. Şübhəsiz ki, Beynəlxalq Hava Limanının inşası işğaldan azad olunan ərazilərin inkişafında mühüm rol oynayacaq. Bugün Zəngilan Beynəlxalq Hava Limanının təməl daşını qoydum. Zəngilanda yaxın gələcəkdə Beynəlxalq Hava Limanı inşa ediləcək. Bu hava limanının uçuş enmə zolağı 3 kilometrə bərabər olacaq və bu hava limanı bütün növ tərələri, o cümlədən ağır yük tərələrini qəbul etməyə qadir olacaqdır.
azad edilmiş torpaqlarda ikinci havalimanının tikintisinə start verilibdir. Artıq Füzuli havalimanının, beynəlxalq havalimanının tikintisi uğurla gedir və bu il Füzuli havalimanının uçuş-enmə zolağı istismara veriləcəkdir və beləliklə ilk tərələri bu il biz Füzulidə qəbul edə biləcəyik. Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır və təsadüfi deyil ki, havalimanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək 3-cü beynəlxalq havalimanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərti ilə əhatə edəcək. Və buradan dəmir yolu keçəcək, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq və əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu aeroportun, havalimanının böyük rolu olacaqdır. Zəngilanda bugün birinci kənd layihəsi artıq icra edilməyə başlamışdır. Ağalı kəndinin təməl daşı qoyulmuşdur və bu böyük qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz yerində davam edir və indi birinci kəndin ağıllı kənd layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində 3 kənd, birinci, ikinci, üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilmişdir və 6 aydan sonra Ağalı kəndində yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm binalar tikiləcək, ictimai binalar, ondan sonra sosial obyektlər, iş yerləri, əkin sahələri müəyyən edilibdir və Zəngilan rayonunun bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcəkdir. Böyük qayıdış başlayıb və bugün burada təməl daşını qoyduğum havalimanı dövlətimizin gücünü göstərir. Və bir qədər bundan aralı yeni Horadiz Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud olan yola paralel olan yol geniş imkanlar açacaq. Bir neçə zolaqlı, 4-6 zolaqlı yol olacaq və Zəngilanı Azərbaycanın digər rayonları ilə və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır. Bu hadisə münasibəti ilə Zəngilanları və bütün Azərbaycan xalqını təbrik edirəm. Sonra Prezident İlham Əliyev Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu. Dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Ümumi uzunluğu 124 km olan bu yol 6 zolaqlı olacaq.
Zəngilan rayonunun təbiəti çox gözəldir. Yaşıl dağlar, meşələr, çaylar, cənnət kimi bir yer. Və Zəngilanı bir cənnətə çevirəcək. Adam baxdıqca baxmaq istəyir. Hər tərəf yaşıl, gözəl təbiət. Hansı çaydır? Güzel çay. Bu Okçu çay olmalıdır. Okçu çay, Bəsit çay. Onu biz dəqiqləşdirərik. Burada çox güman ki yarım stansiya inşa edilir. Polis məntəqəsi. Toxunulmamış təbiət mənzərəsi açılır. Və əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunaraq bu təbiətə toxunulmasın. Çox ciddi nəzarət olmalıdır. Çınar ağaçları. Bizim təbiətimizə ziyan vurulmasın. Baxmır ki, ermənilər bizim təbiətimizə də qəsd elədilər. 54.000 hektar meşə zolaqlarını məhv etdilər. Kəsib aparıb sattılar. Ama biz bütün meşələri bərpa edəcəyik. Bu Bəsit çayıdır. Zəngilanın gözəl təbiətin bir hissəsi. Bəsit çay və qədim çınar ağacı. Gözəl Azərbaycanın gözəl təbiəti. Bu torpaqları biz qaytarmışıq, düşmənin əlindən almışıq. Bundan sonra Azərbaycan xalqı əbədi bu torpaqlarda yaşayacaq. Qarabağ, Azərbaycan. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə gəldilər. Hoş geldiniz. Salam. Məlumat ver. İşlər görülür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevin tapşırıqlarına uyğun olaraq fond tərəfindən təşkil olunan ekspertlər komissiyası həm xarici
Cəhəngir yerli ekspertlərdən ibarət olan komissiya mövcud tikilini, mövcud məscidi qiymətləndirilmişdir. Həmçinin bir şey də qeyd etmək istəyirəm ki, məşhur Atelier Pumer agentliyinin nümayəndələri burada qısa müddətli missiya ilə gəlmişdilər və mövcud binanı qiymətləndirilmişdilər. Hal-hazırda bizim tərəfimizdən mövcud binanın konservasiyası və bərpası ilə bağlı təkliflər hazırlanır. O cümlədən yeni məscidin, o ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflərimizi və layihəni hazırlanır. Yerdə yoxsa qiymətləndirmə nə göstərir? Bu daşlar belə salamat Bu daşlar biz təklif edərdik ki, yeni məscid tikilsin daha geniş ərazidə. Burada ümumi ərazi 50 sota yaxındır, cənab prezident. Və bu bina, köhnə bina konservasiya olandan sonra həmin məscid kompleksinin içində konservasiyadan sonra qalsın. Baxın, bu ola bilər ki, əgər bu daşlar, divarlar əgər belə sağlamdır, bəlkə bunun üstünü belə bağlamaq, onu da eləmək olar. Təkliflər hazır olanda. Balaca məscid olub, Balaca olub, balaca bu olmalıdır. bir mərtəbəli olub. Minarəsi Günbəz o qədər də böyük olmuyor. Minarəsi də olmayıb. ildə Sovet dönəmində həmin bina qiymətləndirildi. Bu məlumat Şəkili olub, tapılmadı. Sxemalar var. Sxemalar var o vaxtdan. Bəli, 88-ci ilin məlumatları. Bax belə olub. Bəli. Bakıqalara bunun bir divarını uçurdular və dam örtüyünü uçurdular. Bunlar təkliflərdir. 3 divar qalıb. İlkin təkliflərdir. Elə bu daşdan. Həmin daşdan içərisi də belə olmuş. Təkliflərdə o əski divarlar içində qalır. Yəni kompleks kimi yaradılır. Bu əlavə tikili idi. Sovet dönəmində ilkin 30-cu illərdə. Bu sonradan. Bəli, bu əsas bina orada. Bəli, əsas bina. Burada məktəb olub, sonra təsərrüfat məqsədləri ilə bu binadan istifadə ediblər. Necə olub elə də bərpa eləmək lazımdır da. Necə olub elə də bərpa. Zəngilan məscidi bərpa ediləcək. Mənfur düşmən tərəfindən bu məscid dağıdılmışdır. Zəngilana müharibədən sonra səfər edərkən buraya da gəldim. Mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir və erməni vəhşiliyini görməlidirlər. Ermənilərə bugün havadarlıq edənlər bax gəlsinlər, bir də demək istəyirəm ki, görsünlər
bizim məscidlərimizi nə günə qoyublar. Və təkcə bu məscid deyil, bütün demək olar ki, azad edilmiş torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb. Zəngilan rayonunda bəzi yarı dağılmış məscidlər tövlə kimi istifadə olunub. Orada donuz saxlanılıb. Bu video kadrlar var. Ağdam məscidində donuz saxlanılıb. Və bu bütün müsəlman aləminə qarşı olan cinayətdir. İslam dininə qarşı olan cinayətdir. Və bütün müsəlman dövlətləri bunu görməlidir. Və biz bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə bu həqiqətləri çatdırırıq. Və bugün azad edilmiş torpaqlara gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Və bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının baş katibi öz etiraz səsini ucaltmışdır. İSESCO-nun baş katibi azad edilmiş torpaqlarda olarkən, dağıdılmış Ağdam məscidini görərkən erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır və biz də bu işdə fəal olmalıyıq. Bütün dövlət qurumlarına göstəriş verildi. İctimai təşkilatlardan xahiş edildi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin, faktlarla, sübutlarla, şəkillərlə. Bütün dağıdılmış və ermənilər tərəfindən təhqir edilmiş dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonraki görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Və bugün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr bunu görsünlər. Zəngilan məscidinin qalıqlarını görsünlər. Şuşa məscidlərinin qalıqlarını görsünlər. Və görsünlər ki, bizə qarşı Ermənistan dövləti mədəni soyqırımda törədib. Biz isə bütün bizim tarixi dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir və bugün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir. Biz gedirik Mincivan qəsəbəsinə. Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir. Burada dəmir yolu stansiyası yerləşmişdir. Müharibədən, 1-ci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. Bir hissəsini, o reyslərin bir hissəsini satmışdılar. Bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdur. Biz indi yenidən dəmir yolunu çəkəcək. Bu işlərə start verildi və Radis qəsəbəsində bir müddət bundan əvvəl mən Radis Ağbənd dəmir yolunun təməl daşını qoydum və bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək. Əslində Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacaq.
və avtomobil yolu həmçinin açılmalıdır. Onun da çok güzel təbiəti vardır. Uca dağlar, meşələr və burada da şiddətli döyüşlər gedib, düşməni sərhədə qədər vurmuşuq, şəhidlər vermişik və Ağbənd qəsəbəsini Ermənistan sərhədində o son sərhədinə yaxın yerləşən qəsəbəni azad edərkən düz Ermənistan sərhədinə çıxdı. Və indi bu sərhəddə möhkəmlənirik. Burada da sərhəd rastlaması fəaliyyət göstərir. Bütün sərhədimizi bərpa etmiş. Bura Mincivan dəmir yolu vağzalı olub, mənfur düşmən bu binanı da yerlə yeksan edib, dağıdıb, dəmir yolunu söküb, reysləri aparıb, satıb, əridib və tank əleyhinə istehkamların quraşdırması üçün istifadə edib. Bu bina erməni faşizminin növbəti qurbanıdır, növbəti şahididir. Ermənilər bütün binalarımızı, ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıblar. Görürsünüz, bu daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər. Biz onları buradan qovduq. Burada şiddətli döyüşlər gedirdi. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim silahlı qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərib düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Ondan sonra da Ermənistan sərhədinə qədər, Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq. Vağzalda həmçinin dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Xoradizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Və Zəngilan coğrafi nöqteyi nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir, məxsusdur. Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzurda bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir və beləliklə Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu ilə birləşəcək.